yad etməyinizi rica edirəm. Bağça və ibtidai sinif müəllimlərinin 3-cü Peşəkar İnkişaf Forumuna məni dəvət elədiyiniz üçün təşəkkür edirəm. Həqiqətən nitq məsələsi o qədər vacibdir ki, bağça müəllimləri və ümumiyyətlə müəllimlər üçün, müəllim kontingenti üçün çox vacibdir. Bizim ilk insan olaraq nitqimizi, beynimizi, biliyimizi inkişaf elətdirdiyimiz mərkəz məhz tədris orqanlarıdır və bizim burada çalışan, əziyyət çəkən müəllimlərimizə verdiyimiz biliklər, təlim, fayda, bu bizim özümüzə də çox xoşdur. Hər biri bizim üçün əzizdir. Hər birimizin müəllimi olub. Özüm də çox uzun illər müəllim işləmişəm. İndi də təlimçi müəllim kimi fəaliyyət göstərirəm. Müəllim olmaq böyük zövqdür və bu dəvətiniz üçün çox təşəkkür edirəm ki, məni də bu foruma dəvət eləmisiniz və düşünürəm ki, çıxışım heç də maraqsız olmadı. Yaxşı oldu və faydalananlar və faydam dəyən insanlar çox oldu. Təşkilatçılara təşəkkür edirəm. Məni ikinci dəfə belə bir gözəl tədbirdə iştirak fürsəti verdilər və bizim bağça müəllimləri ilə görüşmə şansı tanıdılar. Təbii ki, biz pediatr olaraq nə qədər uşaq səhiyyə sahəsində fəaliyyətlərimiz olsa da, bağça müəllimlərinin də uşaqların sağlam böyüməsində rolu danılmazdır. Yaxşı müşahidəçi olan bağça müəlliməsi biz pediatrların düzgün və zamanında diaqnozunda çox rol alır. Mən çalışdım bugün bu mövzuda bağça müəllimlərimizlə danışım və çox xoş oldu mənə. Bir daha dəvətə və mənə belə bir fürsəti yaratdığına görə təşkilatçılara təşəkkürümü bildirirəm. Bugün təşkil olunmuş forum ibtidai sinif və bağça müəllimləri üçün həqiqətən çox böyük bir dəstək forumudur. Çünki vaxtaşırı keçirilən bu forumda həddindən çox informasiyalar paylaşılır ki, müəllimlər bundan sonra təcrübələrində bunu istifadə edirlər. Həqiqətən vaxtaşırı keçirilən bu forumlarda həm tibb işçilərinin, həm psixoloqların, həm eyni zamanda pedaqoqların birgə işinin, birgə əməkdaşlığının, eyni zamanda bu prosesin müəllimlərə ötürülməsi və eyni zamanda pedaqoq dediyimiz həm məktəbəqədər təhsil müəssisələrinin müəllimlərinin və ibtidai sinif müəllimlərinin birgə forumda iştirakının, onlarda varislik prosesinin təşkil olunması, düzgün düşünməsinə çox böyük əhəmiyyət kəsb edir və bu forum mən düşünürəm ki, tez-tez keçirilməsi, bu forumda iştirak edən insanların daha çox böyük bir kütləni əhatə etməsi daha vacib məsələlərdən biridir. Çünki bəzən biz foruma girərkən eyni üzləri tez-tez görürük. Ancaq burada mən düşünürəm ki, daha böyük əhatəli keçirilməsi, regionlara köçməsi, belə deyim də regionlarda tez-tez keçirilməsi, müxtəlif regionların seçilib, oradan gələ bilməyən insanların da bu cür forumlara cəlb olunması daha məsləhətlidir. Düşünürəm ki, Sevinç xanım bunu da düşünər və gələcək işində bunu da planlayar. Təşəkkür edirəm forumun təşkilatçılarına.
Bugün ibtidai sinif müəllimləri və bağça müəllimlərinin 3-cü peşəkar inkişaf forumunda iştirak edirəm. Mən bir uşaq nevroloqu kimi burada iştirak edirəm. Özlərinin təşəkkürümü bildirirəm bu deməli foruma məni dəvət etdikləri üçün. Ümumiyyətlə uşağın inkişafında təhsil mühiti çox vacib bir mühitdir və məhz bağça müəllimləri və ibtidai sinif müəllimləri ilk uşağın inkişafındakı dəyişiklikləri görən, sezən mütəxəssislərdir və bu mütəxəssislərin bu problemlər haqqında ən azından məlumatlarının olması kömək eləyir ki, ailə ilə bərabər müəllimlər də ailəyə bir dəstək versinlər, uşağın problemlərini erkən aşkar etsinlər və bu problemlər haqqında ailəyə məlumat verib vaxtında uşağın nevroloji problemlərini müalicə etmək və yaxud da ki, onlara dəstək etmək üçün məlumat verə bilsinlər. Bugün üçün bu forma dəvət aldığım üçün Sevinç İntiqam qızına təşəkkür edirəm. Bugün mənim çıxış mövzum inklüziv cəmiyyətin formalaşmasında icma təhsilinin roludur. Artıq fərqlilikləri inklüziv təhsil deyəndə hamı əlillik kimi başa düşür, amma bugün bu stereotipləri qırmaq üçün buradayam. Yəni fərqlilikləri bir imkan kimi görmək üçün bugün müəllimlərlə bu barədə danışmaq üçün buradayam. Bütün tədbir iştirakçılarına uğurlar arzulayıram və məni də dəvət etdiyiniz üçün, burada iştirakımı layiq bildiyiniz üçün hamıya təşəkkür edirəm. Burada çox sayda bağça və ibtidai sinif müəllimləri iştirak edir və çox sevindiricidir. Çox incə məqamlara toxunuldu. Demək olar ki, bağça təhsili, ibtidai təhsil haqqında məlumatlar, maarifləndirici məlumatlar verildi. Tədbir çox gözəl alındı. Bunun üçün tədbiri təşkil edən Sevinç xanım İntiqam qızıya öz təşəkkürümüzü bildirdik. Yuvam nəşriyyatı olaraq bugün Bakı şəhərində növbəti bir ehtişamlı tədbirə imzamızı atdıq. Bağça və ibtidai sinif müəllimlərinin 3-cü peşəkar inkişaf forumunda 300 nəfər müəllim iştirak etdi və bir-birindən dəyərli spikerlərin çıxışlarını dinlədilər. Əminəm ki, hər biri üçün məhsuldar oldu. Növbəti tədbirlərimizdə görüşmək diləyilə.